iqamənin sözlərini iki-iki demək olarmı? Yəni, bunu daim soruşurlar. Görsə, bəzi məscidlərdə, yəni bir-bir və bəzi məscidlərdə iki-iki deyildiyi üçün və daim soruşurlar ki, yəni iqamənin sözlərini iki-iki demək lazımdır, yoxsa bir-bir. Və bunun cavabı odur ki, bu barədə müxtəlif rəylər var. Bu barədə müxtəlif rəylər var. Səhv eləmirəmsə, bu barədə 3 və ya 4 məşhur rəy var. Lakin, yəni səhih rəyi qeyd edim. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, yəni tək-tək demək sünnətdir. Yəni sünnədə tək-tək də var, iki-iki demək də var. Sünnədə tək-tək də var. Yəni iqamət tək-tək də olur. Yəni Allahu Ekber, Allahu Ekber, əşhədu en la ilahe illallah, əşhədu enne Muhammed Rasulullah, həyyə aləs-salah. Yəni sözlər bir-bir, yəni tək-tək və iki-iki də var. Yəni həyyə aləs-salat, həyyə aləs-salat, həyyə aləl-fəlah, həyyə aləl-fəlah. Yəni hərəsinin iki-iki. Bunun deyir, hər ikisi sünnədə var. Fəl-afdal, ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, əfsəl odur ki, bəzən bir-bir deyəsən və bəzən iki-iki. Hətta hər iki sünnəni icra etmiş olasan. Hər iki sünnəni icra etmiş olasan deyə, yəni hər ikisi də sünnədir deyə, sən də sünnələrin ikisini də icra etmiş olasan deyə, yəni bəzən bunu deyib, bəzən bunu demək, yəni bəzən bir-bir və bəzən iki-iki demək daha əfsəldir və bu İmam Əhməd rahimehullahın görüşlərindən biri idi. Həmçinin Şeyxülislam necə qeyd etdim, yəni bu görüşü daha üstün sayır və həmçinin İbn Qeyyim rahimehullah, yəni İbn Teymiyyanın tələbəsi olan İbn Qeyyim bu görüşü daha mötəbər sayır və həmçinin müasir alimlərdən İbn Üseymin rahimehullah buyurur ki, yəni bu daha racih olan, üstün olan görüşdür ki, yəni bəzən bir-bir də olar, yəni iki-iki də olar. Yəni hər ikisi sünnədir. Hər ikisi sünnə olduğu üçün, yəni bəzən belə və bəzən belə etmək olar. Allahu ələm. İxlasla.com saytı tərəfindən təqdim olundu.